Gənclərin yaradıcılığına da yaxından bələdsiniz. Bir müsahibənizdə Kəramət Böyükçöl haqqında xoş fikir səsləndirmisiniz. Səyyad müəllim, bəs şair Qəşəm Nəcəfzadəni çox bəyənirsiniz, yoxsa Kəraməti? Qəşəm nisbətən yaşıdımdır. Məndən bir 2-3 yaş və 5 yaş kiçikdir. Çox parlaq şairdir. Onun olduqca gözəl şeirləri var. Kəramət isə sadəcə külçə istedaddır. Özünə məxsusdur. Onun fikirləri, düşüncələri bəzən sarı-simədə toxunur. Amma istedaddır və onun da ürəyində ağrıları var. O ağrıları ifadə eləyir. Bəli. Orijinal insandır. Çox. Fikir verin, bu adam kitabını satır. O satdığı, yenicə nəşr etdiyi kitabın yığdığı puluna gedib təzə kitabını çap elətdirir. Bu adam olduqca orijinaldır. Amma onun, məsələn, müəyyən adamlar haqqında konkret, Anar haqqında dediklərin qəti qəbul eləmirəm. Özünə də demişəm ki, belə olmaz Kəramət. Anar Azərbaycan ədəbiyyatının ən parlaq şəxsiyyətlərindən biridir. Bizi dünyada tanıdır. Anara görə, həm şəxsiyyətinə görə, həm yaşına görə, ədəbiyyatımız tanınır. Bu adam təpədən dırnağa Azərbaycanlıdır, şəxsiyyətdir. Bəzən insanlarımızda olur ki, Kəramət kimi bir başqalarında da var, belə görürəm. Böyük adamlara ilişirlər ki, şöhrət qazansınlar, reytingləri artsın. Məsələn, Kəramətin bu xüsusiyyəti ilə mən heç cür razılaşmıram, amma çox sevirəm. Çingiz Abdullayev haqqında onun o cür danışmağı, Çingiz dünyanın 50-60 dilinə tərcümə olunub. Bununla hesablaşmaq lazımdır da. Düzdür, Azərbaycan dilində yazmır. İndi bu belə alındı da, bu Rus dilində təhsil aldı. Belə alındı bunda. Axı dünya tanıyır bunu.